İmam-ı Cəfər Sadiq əleyhissalamdan nəql edirlər ki, Həzrət buyurardı ki, Allahın 100 rəhməti var. Onun birini bu dünyada, 99'unu isə axirətdə verər, əta edər deyə. Birini bu dünyaya vermiş, 99'unu isə axirətə saxlamış. Baxın, bu günləri atanın oğula, oğlun atıya və atanın bütün övladlarına bacı ilə qardaş, qardaşla bacı, əmi, dayı, bütün bu sevgilər, bu məhəbbətlər, bu nəvazişlər yalnız və yalnız Allahın bir rəhmətinin sayəsində baş vermiş. Yəni, insanların bir-birinə bu qədər məhəbbətli olması, şəfqətli, qiymət, dəyər verməsi bir rəhmətin sayəsindədir. İndi bir düşünün, 99 rəhməti olan yerdə nələr baş verər? Bəli, Allah sonsuz rəhmət sahibidir. Amma çalışağın, biz də Allahın rəhmətindən sui-istifadə etməyəyin. Üzərimizə düşən bəndəçilik borclarımızı, bəndəçilik vəzifələrimizi tam dürüst yerinə yetirək.